Bugünkü mövzumuzun adı informasiya təhlükəsizliyi mövzusudur. Birinci başlayaq nədən? İnformasiya təhlükəsizliyi uşaqlar ümumiyyətlə nə deməkdir? İnformasiya təhlükəsizliyi elə adından da məlumdur ki, əlində olan hər hansı bir məlumatın hər hansı bir üsulla kimdənsə mühafizə olunmasıdır. Kimdən söhbət gedir? Ziyanvericilərdən, bədniyyətli, pis niyyətli şəxslərdən gedir söhbət təbii ki. İnformasiyanın ən yaxşı qoruyucu üsullarından biri onun şifrə ilə mühafizəsidir təbii ki. Burada da bu cümlə yazılıb. Verilənləri icazəsiz istifadədən qorumaq üçün paroldan istifadə edilir. Sonra nə danışmaq istəyirəm buradan? İnformasiyanın bir neçə mühafizə forması var. Onlardan biri informasiyanın biometrik mühafizə formalarıdır. Biometrik mühafizə formaları, yəni insanın bioloji xüsusiyyətlərinə görə mühafizə formalarıdır. Sən sistemdə əvvəlcədən qeydiyyatdan keçirsən, hər hansı bir əlamətlə, daha sonra giriş eləyəndə təqdim eləyirsən həmin bioloji xüsusiyyəti, o da özündə olanla sənin ona göstərdiyi eyniləşdirir, yəni müqayisə eləyir. Eyni olsa sən olduğunu anlayır və sənə icazə verir daxil olmağa. Hansı bioloji xüsusiyyətlərə görə mühafizə sistemləri var? Barmaq izinə görə tanıma. Buna deyirlər daktiloskopiya. Hətta köhnə çap maşınkalarına türklər daktilo deyirdilər. Barmaqla eyni şeyə gəlir də söz. Daktiloskopiya. Barmaq izi ilə tanıma. Misal üçün, iş yerlərində barmaq izi ilə girdin, barmaq izi vurdun, və salam, tanındı, sən orada tanındın ki, filan kəs filan saatda işə gəldi. Və yaxud da ki, telefonumuzda da var da fingerprint, barmaq izi ilə tanınma, eyni şeydir. Gözün güzehli qişasının şəklinə görə tanıma. Gözü skan eləyir, gözün güzehli qişasını götürür, səni o formada tanıyır sistemdə. Nitqin özəlliklərinə görə səslə tanınma, danışırsan, məsəl üçün, qapı açıl və həmin funksiyanı, həmin əməliyyatı yerinə yetirir. Üzə görə tanıma, telefonumuzda Face ID necə ki var, smartfonlarımızda eyni qaydadadır. Üzün formasına, cizgiləri, onlara görə tanıma. Ovuca görə tanıma, o da ki, əlin içini yaxınlaşdırırsan, belə qapı kimi bir hardadırsa o, yaxınlaşdırırsan, ora skan edir ovucu və salam. Bunlar hamısı bioloji mühafizə formalarıdır. Virus. Virus nədir ümumiyyətlə? Çox yaxşı, aydın tərif yazılıb burada. Kompüter virusu kompüterdə çoxalır. Sonra rabitə kanalı ilə ötürülür. Daşıyıcılar vasitəsilə də kompüterə keçir. Virus özü kiçik həcmə malik olan ziyan verici bir proqramdır. Çox kiçik yaddaş tutmur. Bu virusu yazırlar, yükləyirlər hər hansı bir proqramın içərisinə. Və sən həmin proqramı yüklədiyində, açırsan da, yəni əməliyyatdaşa yükləyirsən, onunla bərabər həmin virus da əməliyyatdaşa yüklənir. Və sənin kompüterin yoluxmuş olur. Kompüterdə virusun həyat yolu, yəni yaşaması, belə deyək, iki formada özünü göstərir. Bir, kompüteri yoluxdurma, birinci kompüteri yoluxdurur və orada aktivləşir. Kompüteri virusdan qorumağın 3 səviyyəsi yazılıb burada. 1. Kompüterə virusun daxil olmasına qarşı alınır. Yəni, belə deyim də, tutaq ki, mən deyəndə mən yox. İndi Windows əməliyyat sistemi, tutaq ki, özünün təhlükəsizliyi var, Defender var, nə eləməyə çalışır? Birinci növbədə çalışır ki, virus kompüterə daxil olmasın. Birinci mühafizə səviyyəsi budur. İkincisi, deyək ki, bu virus kompüterə daxil oldu. Daxil olsa belə, onun hücumlarının qarşısı alınmalıdır. Daxil olsa belə. Üçüncüsü, lap deyək ki, virusa yoluxdu, bizim kompüterimiz, sistemimiz hara yoluxubsa virus, həmin o virusun təsiri minimuma indirilməlidir. Yəni, bu 3 səviyyə, üçü də əslində yerinə yetirilməlidir. Birinci bu olunur, ondan sonra əgər bunu keçdisə virus, ikinci etapa baxılır. Buradan da əgər hər hansı bir virus keçibsə, onda artıq onun effektinin öldürülməsi də, belə deyək, təsirinin minimuma endirilməsi. Kompüterə virus yoluxduqda hansı
əlamətlər baş verir orada. Burada bir neçə dənə yazılıb. Bunlardan bir neçəsini misal göstərim, izah edeyim sizə. Bəzən elə olur ki, kompüter virusa yoluxan hallarda olur da, yəni bunlar. Öz-özündən belə tez-tez pəncərələr açılıb bağlanır ekranda və yaxud da ki, kompüterdən hər hansı bir səs siqnalı gəlir. Sanki nəyəsə girmisənmiş kimi belə qeyri-adi bir səs gəlir nədənsə. Və yaxud da ki, disk qoyulan yerlərin öz-özünə açılması, proqramların öz başına açılması, biliyorsun, Chrome açıldı öz-özünə, olmamalıdır. Proqramların asılı qalması deyirlər də, donmaq deyirik də, biz onu kompüter dondu deyirik. Əslində elmicə buna asılı qalmaq deyirlər. Əməliyyat sistemi asılı qalır, proqramlar asılı qalır, donub qalır da, yəni. Əməliyyat sistemi açılmır, fayllar öz-özünə yoxa çıxır, faylların həcmi kiçilir, fayldır 1 kilobayta çevrilir, qabağına da qısa yolun ox işarəsi gəlir. Bilirsən ki, bu flash kart, disk artıq əldən getdi də, bütün faylları məhv oldu. Kompüterdə virus əlamətləri aşkarlandıqda nələr etmək faydalıdır? Məsələn, nə eləyəndə virusa yoluxma olmuşsa, məsləhət görülür ki, onu kompüterin özündə yox, flash kartda, xarici daşıyıcılarda saxlayasan. Bu da etibarlıdır. Ümumiyyətlə, təkcə virusa yoluxan andan getmir söhbət. Ümumiyyətlə, nə bilim, hər hansı bir işi görürsən, yerinə yetirirsən, kompüterin yoluxmağını istəmirsənsə, onu xarici daşıyıcıda saxlamaq daha garantidir. Kompüteri internetdən ayırmaq, əgər şübhələnsən ki, nəsə bir virus təhlükəsi falan var, şəbəkədən ayırmaq, əməliyyat sistemi quraşdırmaq və yaxud da ki, tanımadığın mənbələrə daxil olub, söhbət şeydən gedir də, internet səhifələrindən. Tanınmayan, qeyri-rəsmi web saytlara daxil olmaq, oradan nəsə indirmək, quraşdırmaq, bunlar hamısı zərər verici şeylərdir. Bunları etməyəsən geri, yəni maksimum dərəcədə. Virusların növləri, virusların bir sıra növləri var, soxulcan viruslar var, makroviruslar var, nə bilim, polimorf viruslar var, elə viruslar var ki, əməliyyat sistemi işə düşür və həmin virus əməli yaddaşda, RAM-da aktivləşir, orada yaşayır da, təbii ki, sən kompüteri söndürənə kimi. Rezident viruslar, qeyri-rezident viruslar. Sizdə bir dənə bu virusların növlərindən Troyan virusunu yazıblar. Troya atı adından götürülüb, tarixi döyüşdür, hadisədir, bəlkə də eşitmişsiniz, bilirsiniz, Troya müharibəsi məşhur, filmi də var onun. Oradakı Troya atı, yəni gizlicə daxil olur və sistemi içərdən çöktürür. Belə bir kreativ yanaşma ilə qoyulub adı. Troyan virusu ən təhlükəli viruslardan biri hesab olunur. Hətta Troyan virusu vasitəsilə başqasının kompüterini öz idarəvin altına da əlvə keçirə bilərsən. Başqasının kompüterini idarə eləyə bilərsən uzaqdan. Əgər kiminsə kompüterinə Troyan göndərsən. Troyanların növləri var, uzaqdan idarə etmə utilitləri var, casuslar var, bir də reklam proqramları var. Bunlar Troyanların növləridir. Sonra yazılıb ki, verilənləri məhvoldan qorumaq, virusa yoluxmanın qarşısını almaq üçün aydın məsələ antivirusdan istifadə olunur və antivirusların da bir sıra sinifləri var. Antivirus sinifləri bunlardır. Detektorlar. Detektorlar RAM-da və xarici yaddaş qurğularında olan virusları axtarır. Doktorlar. Başqa cür bunlara həkim antiviruslar da deyirlər, faqlar da deyirlər bəzən. Kitabda da faqa qeyd ediblər. Həkim tip antiviruslar, məsələn, digər antiviruslar nə edir? Bu detektor olsun, müfəttiş olsun. Onlar yoluxmuş faylı aşkarlayır və həmin zədəli faylı dərhal özünün daxilindəki karantinə göndərir. Həbsxanaya salır da, belə deyək. Və sən o faylı ya siləcəksən, kompüter təmizlənsin, ya da ki, həmin faylı əvvəlki yerinə bərpa eləyəcəksən, kompüter yenə də virusla bərabər yaşayacaq. Amma həkim doktor antiviruslar həmin yoluxmuş faylı aşkarlayır və onu sağaltmağa çalışır birinci növbədə. Məncə, çox adama da sərf edən antivirus odur ki, tapan kimi niyə onu desin ki, ya silməlisən, ya da ki, saxla yaşa belə.
Mənə o antivirus şəxsən sərf eləyər ki, yoluxmuş zədəli faylı tapsın, onu hələ sağaltmağa çalışsın. Alınmasa sonra silərəm də. Tək mənə yox, bir çox insana da bu sərflədiyi üçün elə dünyaca ən məşhur, ən populyar antiviruslar 90%-i doktor antiviruslardır. Doktor Webdir, Kaspersky'dir, Norton antivirusdur, McAfee'dir, Avast'dır. Bunlar doktordur. Yəni 90%-i həkimdir bunların. Sonra müfəttiş Rus sektorlarında gedir revizor, səhv eləmirəmsə. Müfəttiş nə edir? Kompüterdə olan faylların, ümumiyyətlə sistem faylları olsun, qovluqlar olsun, əməliyyat sisteminin hər hansı bir hissələri olsun, onları öz yaddaşında saxlayır, onların məzmununun tərkibini yadında saxlayır və davamlı olaraq, dövrü olaraq da, yəni davamlı olaraq bir müddətdən həmin o yadda saxladığı əvvəlki vəziyyətlə son vəziyyəti müqayisə eləyir. Hər hansı bir dəyişiklik aşkarladıqda dərhal işə düşür, işə keçir. Doktor müfəttiş həm həkim, həm də müfəttişin funksiyalarını daşıyır adı üstündə. Filtr antiviruslar. Əməliyyat sisteminə edilən təhlükəli müraciətləri tuturlar bunlar. Filtrlərdən antiviral Toolkit Pro Monitor var antivirus olaraq. Heç onun adı burada keçmir. Bir də immunizator vaksinlər. Bunların da funksiyası maraqlıdır. Deməli, necə ki, bu insan vaksininin iş prinsipi nədir? Bizə həmin o virus növündən bir damcı vurulur və bədəndə ona qarşı immunitet yaranmağa başlayır. Yəni, demək olar ki, yaxın, eyni bir prinsipdir. Deməli, immunizator antivirusları kompüteri yoluxmuş kimi göstərir viruslara. Yəni, kompüterdə virus olsa belə, virus elə bilir ki, bu fayllar artıq zədəlidir. Ona görə də onlara artıq yoluxmur da, yəni onlardan yan keçir. Bu formada. Kompüter cinayətkarlığı, kriptoqrafiya. Bayaq da qeyd eləyirdim dərsin lap əvvəlində ki, biz informasiyamızı nədənsə, kimdənsə ziyanvericilərdən qorumalıyıq. Həmin o ziyanvericilər kiber cinayətkarlardır. Və kiber cinayətkarlar özləri də bir neçə qrupa bölünürlər. Əslində, burada bir məsələ var ki, çox adam deyir ki, hacker, pis adamdır, ziyanverici adamdır. Hamı belə düşünür. Və hətta el arasında hakerləri qruplara bölüblər. Nə bilim, qara papaqlı, qırmızı papaqlı, nə bilim, bu yaxşıdır, bu pisdir. Amma əslində haker sözünün mənası, haker kimə deyirlər? İnformasiya təhlükəsizliyi sahəsini yaxşı bilən adama deyirlər haker. Amma bu hakerliyi bilən adamlar da, belə deyək, əksəriyyəti öz biliklərini yaxşı məqsədli istifadə etmədilər deyə insanların gözündə artıq haker anlayışı mənfi formalaşdı. Misal üçün, bugün biz hamımız idman sahələri var da, bu döyüş növləri, karate, nə bilim, boks, güləş, judo, nə bilim, onlara necə belə hörmətlə yanaşırıq. Filan kəs boksçudur, idmançıdır, belə bir rəğbətimiz olur. İdmanda bir nömrəli qayda nədir? İdman, döyüş növü özünü müdafiə üçündür, hücum üçün deyil. Yəni, normal məşqçi belə izah edir, yəni dərsə belə başlayır. Yəni, bir boksçu küçədə kiməsə sataşmaz da, yəni durduq yer. Amma sabah eşitsək ki, küçədə hansısa bir boksçu sıravi bir adamı, yaşlı qadındır, kişidir, qocadır, uşaqdır, döyür, vurur və bir gün bu boksçu elədir, sabah bir başqa boksçu kimsə döydü, qolunun gücünə güvənir, qabağına çıxan döyür, vurur. Artıq insanların gözündə bir müddətdən sonra belə bir fikir formalaşacaq ki, boksçular pis insanlardır. Eyni ilə haker anlayışı da elə oldu. Haker IT sahəsini mükəmməl bilən adamdır. Amma onu mükəmməl bilən adam onun boşluqlarında, bağlarında bilir axı. Ona görə bəzi insanlar başladılar o boşluqları pis məqsədini istifadə eləməyə. Ona görə də çox adam deyir ki, haker pis adamdır. Hətta
heç ümumiyyətlə bu sahə ilə məşğul olmayan, çox uzaq olan adam düşünür ki, hə, hacker kimə deyirlər? Instagram paralı qıran adamı. Yox da, yəni nə əlaqə? Burada deməli hansı anlayışlar var? Script kiddie var, bir də crackerlər var. Kimdir bunlar? Script kiddie. Bunlar başqa hakerlərin hazırladığı utilitlərdən istifadə edirlər. Bir hakerdir, yaradıb bir dənə hər hansı bir zərər verici proqram. Tutaq ki, bu proqrama girirəm, nə bilim, Bakının bütün işıq forlarının rəngini qırmızı eləyirəm. Vəsə, Bakıda, paytaxtda tıxac yaratdım. Bunu yaradan hakerdir, tutaq ki, bunlar özləri haker qədər belə mükəmməl bilmirlər bu sahəni. Onlar sadəcə hakerlərin düzəltdiyi bu proqramları istifadə edə bilirlər. Crackerlər isə onlar da ki, crack nədir? Qırmaq. Qeyri-qanuni sistemə daxil olmaq, zərərli hərəkətlər eləmək və yaxud da ki, proqramların lisenziyasını qırıb onları pulsuz yayımlamaq. Yəni, bu tip işlərlə məşğul olan şəxslərdir crackerlər. Proqram məhsullarının, daha doğrusu, proqram məhsullarının oğurluq yayılmasına kompüter piratçılığı deyilir. Kompüter piratçılığı mağazadan girdim, printer oğurladım deyil piratlıq. Piratlıq odur ki, nə bilim, hansısa bir lisenziyalı proqramı, oyunu mən lisenziyasız yayımlayıram. Və yaxud da ki, hansısa bir ödənişli filmdir. Mən bir sayt açmışam, elə şeyləri ödənişsiz yayımlayıram özümdə. Filmləri ödənişsiz yayımlayıram, oyunları, proqramları ödənişsiz yayımlayıram. Bax, bu piratlıq. Hətta bəlkə eşitmişsiniz, türklər buna korsan saytlar deyirlər. Bəlkə eşitmişsiniz. Pirat saytları, yəni piratlıq. Sonra başqa müəlliflik hüququ nədir? Müəlliflik hüququ deməli, bu daha çox belə deyim də, elm sahəsidir, incəsənət sahəsidir, belə sahələrdə istifadə edilən hüquqi münasibətlərin tənzimləmə qaydasıdır. Müəlliflik hüququnun olması copyright işarəsi ilə qeyd olunur, belə C hərfi ilə qeyd olunur, bəzən belə də qeyd edirlər. Sonra bu işarənin yanında bu hüquqi tənzimləməni, bu hüquqi qaydanı kim alıb, o yazılır. Bir də ki, ilk buraxılış ili. Kitablarda zadda da yazırlar. Məsələn, belə bu formalı bir şey. Copyright-də, yəni müəlliflik hüququ var, qorunur. Bu illərdə bu proqram belə. Müəlliflik hüququ, copyright baxımından proqramlar bir neçə kateqoriyaya bölünürlər. Var, ümumiyyətlə, ictimaiyyətə yayımlanan, yəni public domain software, belə proqramlar var. Bunlar müəlliflik hüququ ilə qorunmur və asanlıqla da, yəni üzü kopyalana köçürülə bilir. Yəni, tam açıq proqramlardır bunlar. Var shareware proqramlar. Bunlar müəlliflik hüququ ilə qorunur, sadəcə olaraq pulsuz yayımlanan proqramlardır. Sonra var freeware. İlkin kodu da, lisenziya kodu da daxil olmaqla tamamilə ödənişsiz şəkildə yayımlanan proqramlardır. İlkin kodu da daxil olmaqla, yəni ki, bu application'ın özünün şeyi var da, bu backend, frontend kodları, onlar da asanlıqla, yəni rahat istifadə oluna bilir. Sonra başqa, bu var özəl proqram təminatı. Bu da ki, nə bilim, hansısa bir hüquq sahibidir, müəllifdir, özünə məxsus olan proqram təminatı yaradır, odur. Bir də ticari proqram təminatı var. Onlar da ki, sırf gəlir əldə etmək məqsədi ilə yaradılmış proqramlardır. Commercial software. Kriptoqrafiya elmi. Kriptoqrafiya elmi nədir? Ümumiyyətlə, kriptoqrafiya sözü kriptos, gizli, qrafos, yazıram deməkdir. Gizli yazı. Yəni, kriptoqrafiya sahəsi verilənlərin şifrələmə üsullarını öyrənir bir elmdir. Və şifrələmə üsullarından ən məşhur, ən populyarı Sezar şifrələnməsidir. Sezar şifrələnməsinin iş prinsipi nədən ibarətdir? Burada İngilis əlifbasından söhbət gedirdi ya.
1-dən 32-yə qədər aralıqda, amma böyük ədəd də ola bilər, başa salacağam. 1-dən 32-yə qədər aralıqda bir ədəd götürülür. Ona bəzən K, bəzən N deyirlər o açara. Həmin açar, tutaq ki 5-dir, məsələn, və Apple sözüdür. Apple sözünün hər bir hərfi əlifba üzrə 5 vahid irəli, qabağa sürüşdürülür. A idisə, məsələn, olur indi F, tutaq ki. Bütün hərflər 5 vahid sürüşür. Necə şifrəliyirsənsə, o formada da deşifrəliyirsən. 5 dənə qabağa sürüşdürüb, kodlaşdırmışdır. 5 dənə arxaya dekodlaşdırırsan, təzədən həmin sözə qayıdırsan. Burada məsələ nədir? Əlifbanı bir düz xətt kimi düşünmə. Əlifbanı dairəvi formada düşün. Elə daha rahat başa düşərsən də. Yəni, A, B, C, D, Y gedir. Axırda X, Y, Z. X, Y, Z-dən sonra təzədən nə başlayır? A, B, C, D. Yəni, bu belə qapalı bir dövrədir də. Ona görə də, məsələn, Z hərfini də 3 vahid sürüşdürmək lazım gəlsə, o artıq başdan başlamış olacaq. A, B, C-yə gedib çıxır. Belə olanda, biz təkcə 1-dən 32-yə qədər olan aralıqda ədəd yox, hətta böyük ədəd də verə bilərik. Misal üçün, 35 versəm nə olacaq ki? 35 versəm, əgər ingilis bayaqdan ingilis əlifbasını 32 deyirəm, üzr istəyirəm. İngilis əlifbası 26, Azərbaycan əlifbası 32. Lap deyək ingilis əlifbası ilə danışırıq, ingilis əlifbası ilə danışırıq, 26 hərf. Açarı vermişəm 30. 30 nə olacaq? 1-dən 26-ya qədər tam bir dövrədir. Düzdür? Artıq, məsələn, A hərfində idimsə, üstünə bir 26 da gəlsəm, təzədən A hərfi öz alınır. Düzdür? İndi orada 27, 28, 29, 30, 4 dənə hərf nəsə, onu qabağa sürüşdürürsən. Bir hərfin özündən, fıranı təzədən özünə gəlmək tam bir dövr. İngilis əlifbasında 26 hərfi verir də bizə. Kim çatdı nə demək istəyirəm? Yəni, ona görə də böyük ədəd olsa belə, məsələn 30, 26 tam bir dövrədir, 4 qalıq qalırdı orada. 4 vahid sürüşdürməklə gedirsən orada. Yəni, K-nı böyük ədəd də vermək olar. Onu demək istəyirəm. Burada nümunə verib bizə demokratiya sözündə hər bir hərf özündən müəyyən qədər sürüşdürülüb, hansı söz demokratiya sözünün şifridir. Yəni, bunu necə açaq biz? Məsələn, demokratiya sözü, əgər A variantındakı C, Ə, M, D, S, N, A, V, B, E, F belə bir söz olubsa, D necə C olub? D-nın C olması üçün 2 dənə geri getməlidir. Deməli, açarımız mənfi 2-dir, sola sürüşmə. Baxıram, görüm, eyni 2-dən sola sürüşdürsəm, nə verir? Eyni 2-dən sola sürüşdürsəm, Ç verir. Amma C, Ə yazılıb. C, Ç olmalıydı, halbuki bu variant deyil. B variantına baxa bilərəm. D-dan G-yə keçibsə 1, 2, 3, 4 vahid sağa. E-dən də 4 vahid sağa G-yə gəlib çıxır. Və M-dan da 4 vahid sağa P-yə gəlib çıxır və bütün hərfləri bir-bir tutuşdursam, görəcəm ki, B variantı düzgün cavab alınır. Yəni, bizə konkret neçə vahid sürüşdürülübü verməyib, biz məcburuq onda variantla işləyib yoxlayaq. Birinci hərfi yoxlayırsan, sürüşmə açarı neçədirsə, o biri hərfi də ona uyğun sürüşdürüb yoxlayırsan da. Kriptoqrafiyada simmetrik və asimetrik şifrələmə alqoritmləri istifadə olunur. Bunlar nə deməkdir? Başa salıram sizə. Simmetrik şifrələmə üsulunda cəmi bir açardan istifadə olunur. Asimetrik şifrələmə üsulunda isə 2 açardan istifadə olunur. Əvvəl istəyirəm başlayım simmetrik şifrələmə üsulundan. Simmetrik şifrələmə üsulu bilirsiniz necədir? Yəni, Lord dildə belə başa salım da sizə. Bir dənə qutu var. O qutunu sən eyni açarla açırsan və eyni açarla da bağlayırsan. İstifadə olunmaq baxımdan çox sürətlidir, amma təhlükəsizlik baxımdan yox. Çünki mən o qutunu hansı açarla bağlamışamsa, o açar kiminsə əlinə düşsə, asanlıqla açacaqdır onu. Sezar şifrələnməsi misal üçün. Biz onu şifrəliyirik 5 vahid, tutaq ki, hərfləri sürüşdürdük. Eyni qayda ilə də təzədən 5 vahid geriyə sürüşdürüb söz alırıq. Amma asimetrik şifrələm üsullarında 2 açar istifadə olunur. Mən qutunu bir açarla bağlayıram və istənilən bir viz, yəni kimin o açara icazəsi varsa,
mənim o açıq açarımı götürür, qutunu bağlayır, amma yalnız mən öz gizli açarımla aça bilərəm o qutunu, belə düşün. Yəni şifrələmə üsulu hamıya aydındır. Tutaq ki, bu qayda ilə şifrələnir, amma eyni qayda ilə deşifrələnmir. Bu daha təhlükəsizdir. Yəni kimsə şifrələmə üsulunu ələ keçirsə belə, onun deşifrələmə üsulunu bilmirsə, necə mən şifrələnmiş, kodlaşdırmış sözdən əvvəlki əsl sözə qayıdım onu eləyə bilməsə, məlumatı deşifrələyə bilməyəcək. Amma daha az da işləyir də, çünki orada ayrı üsulla şifrələnib, bir başqa üsulla deşifrələnir. Və salam. Mövzu bitdi. Bu qədər.